Salam, hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə lal ördəklər saxlamaq sərfəlidir, yoxsa səsli ördəklər. Bu haqda danışıb əziz izləyicilər məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, əgər kanala abunə deyilsinizsə, abunə olun, videolarımıza da like qoyun. Əziz izləyicilər, deməli, birinci başlayaq səsli ördəkdən. Səsli ördək bilirsiniz ki, elə xeyir qalmır. Yəni necə? Misal üçün, kət yerində qalsınızsa bir 5 dənə, 6 dənə saxlaya bilərsiniz ki, buraxasınız sərsər gölə, nə bilim çaya, kanala zada belə. Geçsinlər orada başlarını qazın. Axşam da gələ bir damcı yem tökə bilərsiniz və belə deyim, yumurta verir. Düzdür, onun yumurtasını bir çox adam elə yemir. Ancaq belə kət yerlərində yəni çörəyin zadının üzünə vurmaq olar, nə bilim müəyyən şeylərdə istifadə etmək olar. Yəni sözü nəyə gətirmək istəyirəm? Yəni bu səsli ördəyin yumurtasını heç kim elə almır, yemir da. Yəni düzdür, indi yeyənlər də var. Mən şəxsən xoşlayıram onun yumurtasını. Yəni siz bunu saxlasaz, səsli ördəyi, onu siz belə deyim, yumurtasını sata bilməyəcəksiniz. Düzdür, əgər bir 20 dənə, 25 dənə belə saxlasaz, onlar yaxşı yumurta verir. Yəni yem zadı yaxşı verir. Yumurtanı siz şeylərə, inkubatorlara zada versəz 50 qəpikdən zaddan, ancaq inkubatora verə bilərsiniz. Yoxsa belə deyim, insanlara bunu, yəni çox adam almır da, belə deyək. İnkubator indi 50 qəpikdən, nə bilim 40 qəpikdən zaddan belə verə bilərsiniz yumurtasını. Onlar da ki, belə deyim, onlar bala çıxanda 1.20-yə zada satırlar, ancaq özləri yumurtanın zadı çox az qiymətə alırlar. Bir tanış var idi, deməli, deyirdi ki, gəlirlər qapıdan 20 qəpikdən alırlar. Özləri ördək balasını çıxanda 1.20-yə zada satırlar, ancaq yumurtanı 20 qəpikdən alırlar. Biz də neyniyək? Məcburiyyət qarşısında veririk. Çünki heç kim almır. 5-10 dənə ördək var, yumurta yığılır, yəni elə yeyən də olmur. Misal üçün, həftəyə yığılırdı, deyirdi bir 30 dənə zat belə yığılırdı və yaxud biraz da ondan da çox. Ona görə də satırdıq 20 qəpikdən zatdan. Çünki baha almırdılar. Məsələn, toyuğu 30-a 40-a satanda deyir, ördəyi 20 qəpiyə satırdıq, almırdılar. Yəni söz nəyə getmək istəyirəm? Yəni özləri baha satırlar, ancaq insanlardan yumurtasını çox ucuz alırlar. Nəysə. Yəni sözü ona getmək istəyirəm ki, yəni inkubatorla zatla danışıb belə sezonda onların yumurtasını verə bilərsiniz. Sezonda elə yumurtayanda inkubatora verə bilərsiniz. Yəni inkubator sizdən onu alacaqdır. İndi bunun yumurtasını satmağı yəni 20-30 qəpikdən belə götürəcəklər. Maksimum 40 qəpikdən. Və bunlar da belə deyim, ilə 80, 100, 120 də onların sortuna baxır da. Ən çox o Pekin ördəkləri yaxşı yumurta verir. Yumurta verəcəklər. Və ondan da siz indi belə deyək də, düzdür, onları gölə zada buraxacaqsınız, orada qəşəng otluq zad olsa, onlar ümumiyyətlə gölü çox sevirlər, çay gölü. Orada başlarını qatacaq da, axşam gələndə bir dəfə yem verəcəksiniz. Yəni biraz sizə ekonomiya eləyəcəksiniz yeminə. Yəni bax, indi onların belə deyək də, 10 da əgər saxlasaz dişi ondan, bunlar deməli ilə hardasa bir 1000-ə yaxın yumurta verəcək və yaxud 1000-dən də çox. Və bunları siz 30 qəpikdən götürək də, yəni 20-yə də alırlar, 40-a da alırlar, 50-yə də alırlar, 30 qəpikdən götürək. İndi hər rayonda bir cürə qiymətə belə deyim də satırlar yumurtanı. Bu da ördək yumurtası, səsli ördəyin yumurtasına gedir. 30 qəpikdən götürək. Əzizlər, bu da eləyir deməli 300 manat. Bu 10 ördəkdən.
E, Bunu da deməli 300 manatdan da bir 100 manata getsin yeminə. Yəni 200 manat zat belə qalır. Sadəcə bundan belə kruplu pul elə götürmək olmayacaqdı. Yəni yığıldıqca satıb belə baş qatmaq üçün də, yəni misal üçün bir həftəyə 20 dənə, 30 dənə, nə bilim, 10 dənə ördəkdən nə qədər yığılsa 35-40 saat. Məsəl üçün satdın 7 manatlıq, 8 manatlıq, nəsə bir şeydə produkt zat belə ala bilərsiniz. Yəni bundan beləcə baş qatmaq üçün. Düzdür, ziyan etməyəcəksiniz, ancaq biznes kimi də elə xeyir götürməyəcəksiniz. Düzdür, çox saxlayarsınız gərək ondan. Onun yumurtasını belə deyək də inkubatorunuz ola, inkubatorunuza qoyasınız. Onda şey eləmək olar da. Misal üçün 100 dənə saxlayırsınız, ördək, dişi, söhbət dişidən gedir də. İndi erkəyi də var bunun. Hardasa məsələn onlarda 3 dənəyə bir erkək bəs edir. Buna da siz bir hardasa məsəl üçün 100 dənə əgər saxlasanız inkubator üçün 30 dənəyə 10 dənə, deməli o hardasa bir 35 dənə erkək də saxlamalısınız ki, yaxşı damazlıq alasınız da, yəni yumurtaları yaxşı mayalı olsun. Deməli əziz izləyicilər, bu 100 dənə ördəkdən də siz 10.000 yumurta götürəcəksiniz. Bu 10.000 yumurtanı da inkubatora siz qoysanız, bunun bir 200-ünü belə deyək də, çıxmasa 8.000-i çıxacaqdır. 8.000-ni də siz 1 manatdan satsanız 8.000 belə deyim də, bala 8.000 pul eləyir də, yəni balası. Bunun da bir 2.000-i getsə yeminə, misal üçün mən çox deyirəm. Hardasa ilə 6.000 zat belə bundan götürmək olar. Ancaq onu da satasınız, yəni insanlar gəlib alalar, aparıb bazarda məsələn 1.20-yə, 1.40-a satırlar da. Onları satarsınız. Yəni inkubatorunuz ola, işçiləriniz ola, belə o şeydə satarsınız. Yəni səsli ördəkdən belə pul götürmək olar. Onun üçün də göl zat lazımdır da sizə ki, gölünüz olsun, nə bilim, belə deyək də, yəni yaxşı şərait olsun bunlar üçün. Otduqsa, çünki yem az verəsiniz. Yəni səsli ördəkdən belədir. İndi əziz izləyicilər, keçən lal ördəyi. Mən lal ördəyi haqqda danışmışdım. Yəni 20 dənə demişdim ki, saxlayanda, yəni toyuqla da. Məsələn, həyatda əgər siz 20 dənə toyuq saxlayırsanız, ondan nə qədər bala götürəcək? Çünki çox toyuq saxlamaq elə sərf eləmir. Qırıla bilər, nə bilim, şey ola bilər. Sadəcə mən lal ördəklə şeydir da, dedim ki, əgər lal ördək saxlamaq sərfəlidir, yoxsa səsli ördək. Ona görə 20 ördək, lal ördək belə deyəm, nəzərdə tutmuşdum. İndi isə siz əgər səsli ördəklə bunu bir şey eləyirik da, yəni hansı səsli ördək saxlamaq sərfəlidir, yoxsa lal ördək. İndi lal ördəyə keçirik də. Yəni 100 dənə siz lal ördək saxlasaz və ona isə bir 4 dənəyə, 5 dənəyə bir erkək bəs edir. Yəni 100 dənəyə də siz hardasa elə bunu da 30 dənə erkək götürək ki, yumurtalar yaxşı çıxsın, mayalı çıxsın. Buna da deməli 135 dənə ördəkdən, yəni 100 dənə dişini hardasa 15 yumurta götürək də hərəsinə. Çünki bunun 20 verəni də var, 21 verəni də, 13 də verir, yatanı da var. Bunlara heç inkubator lazım deyil. Bunlara siz yer hazırlamalısınız. Onlar özləri yumurtayıb, özləri yatacaqdır. İnkubatora ehtiyac yoxdur. İnkubatora qoysanız, bunun yumurtaları inkubatorda elə yaxşı çıxmır. Və belə deyək də, mən hələ 15 dənədən götürürəm. 100 dənədən 1500 bala götürmək olar. Bunlar da 2 dəfə, hətta elələr var, 3 dəfə, 4 dəfə də yatırdı. Baxır ona yaxşı baxmağınızdan, o xüsusi o yumurtadan yemlər var. Elə versəz, bunlar ildə 4 dəfə də yata bilərlər. Mən hələ 2 dəfə götürürəm də, yəni ən azını. 2 dəfə bunlar bala versə, elə bir 15 dənədən, bir dəfə 1500, ikinci səfər, belə deyək də, 3000 bala olacaqdır. Və bunu da əziz izləyicilər, biz tərəfdə 4 manata rahat satılır. Bəlkə bəzi yerlərdə 5-ə də, 6-ya da satılır. Söhbət bu adilərindən gedir də, yəni qara başı ağ olanlardan, ağlardan gedir. O
tünd rənglər, o Krasnodar, sonra nə bilim Macar sortları bahadır. 8 manat, 10 manat da belə satırlar. Hə, balasının yeni çıxmışdı. Yəni bunun belə deyim, şeyini balasını 4 manatdan adilərini satmaq olar. Bu 3000-dən də balası eləyəcək 12000. 12000-in də 2000-ni bunlar çünki çox elə də yemirlər. Yeminə versəz, qalacaq sizə 2000, 3000-ni versəz, qalacaq hardasa belə deyim də 9-10 min sizə pul qalacaq, yəni 1 ilə. Bu 1 ilə də, yəni böləndə aya 1000 manat, 800 manat düşür. Yəni bax, səsli ördək, daha doğrusu lal ördəkdən də belə pul götürmək olar. Ancaq onlarda əziz izləyicilər, belə deyim, yerlərini eləməlisiniz. Onun adı nə idi? Yaxşı düzəltməlisiniz ki, çünki bunlar yumurtadır. 15, 16, 17 yığılan kimi yatırlar. Hətta yəni düzdür, 21-ə kimi də yumurtaya bilirlər. Məndə də 21 dənə də yumurtayıb, belə deyim də, yatırlar Kürd. Və gözəl də çıxarlar. Bunlar çox gözəl ördəklərdir. Yəni bunlar hətta siz həyətinizə bəzi insanlar hündüşka saxlayır ki, altına yumurta qoymaq üçün. Ancaq mən deyərdim, bu lal ördəkdən saxlayın. Əgər ördək istəmirsinizsə artırmaq, məsələn 20-dən 25-dən töyük var, istəyirsiniz o töyükdən bala götürəsiniz, eləyəsiniz. Elə 3 dənə bu erkəksiz bu lal ördəkdən saxlayın, heç erkəyə ehtiyac yoxdur. Onlar erkəksiz də yumurtayacaqdır. Və yumurtlayıb 15, 17 olanda yatanda o yumurtalar götürün yerinə töyük qoyun. Və hətta bunu 2 dəfə də basırmaq olar. Nəyə görə? Çünki bu gec çıxardır. 35 günə, 37 günə belə çıxardır. Və biri çıxandan sonra töyük düzələr. Töyük bilirsiniz ki, 21 günə çıxır. Təzədən bir də 20 dənə, 21 dənə də qoya bilərsiniz. Yəni bir ördəkdə bunlar 2 dəfə yatırlar da. Yəni altına töyük belə qoysaz, yəni 3 dənə ördək saxlayırsınızsa, elə onlar bir dəfə basırsaz, özü yaxşı çıxarır, laxa da vermir, 60 dənə hərəsindən bala götürəcəksiniz. Yəni 180 dənə bala götürək. İkinci səfər düzdür. Yaya düşə bilər, maya düşə bilər yatmaqları. Yəni yaxşı baxsa fevralda yumurtlayıb elə o vaxtlar basıra bilərsiniz. Düzələr yaxşı çıxacaqdır. Sonra isə yayda bir də yata bilər. Düzdür, yayda basırmaq töyük düzəsini elə sərf eləmir. Olur da, yəni istiyə düşür. Altına səsli ördək qoya bilərsiniz. Qaz yumurtası, o Linda Kuban qazlarının yumurtasını qoya bilərsiniz. Çıxdı onlara da, yəni yayda çıxmaq onlara ölüm elə olmur. Yaxşı baxsa 2 aya böyük ördək, böyük qaz olur. Yəni bu lal ördəkdən hər cürə xeyir götürmək olar. Yəni az da saxlasanız, yəni təsərrüfatınız üçün yaxşı yumurta bala götürmək olar. Çox da saxlasanız, yəni bu lal ördəkdən həddindən artıq çox xeyir götürmək olar. Özdə bunun yumurtası da yeyilir, bunun yumurtası da çox xeyirlidir, yəni insanlar üçün. Bu lal ördək çox gözəl, belə deyərdim, ördəkdir. Əti də düzdür, bunun əti mal əti kimidir, diyetiskidir, yəni yağlı olmur, şəkər xəstəliklərinə xeyirdir. Səsli ördəyinki yağlı olur, qoyun əti kimi davleniyan zadı qaldırır. Ancaq indi o xəstə olmayan insanlar təbii ki, yeyə bilər. Yəni səsli ördəyin kebabı zadı çox gözəl dadlı çıxır. Ancaq bunda biraz bastırmada zadda bu yaxşı çıxır. Yəni buğlamaya zada eləmək olar. Yəni bunların fərqi də ətində odur ki, bunlar hətta çox ət verir. Yəni erkəkləri 7 kilo, 8 kilo ət verir. Dişiləri 2 kilo, 3 kilo ət verir. Amma səslilər ərzə 1 kilo yarım maksimum versə 2 kilo ət verə bilər. Təbii ki, o adilərdən gedir, o pekinlərdən getmir. Yəni lal ördək həm ət verimində yaxşıdır, həm bala verimində, həm də ki, belə deyərdim, digər təsərrüfatlar üçün saxlamaq istəsəz, yəni töyükdüdə basırmaq üçün hər yumurtanı da çıxardır. Ördək, qaz, hündüşka, töyük düzəsində çıxardır. Yəni bax, fərqlər bundadır. Səsli ördəyin isə əti yaxşı olur. Yəni kebabzad çəkməyə yağlı olur, qızartmağa azada. Belə. Yəni bax, əziz izləyicilər, fərq bundadır. Yəni hansını istəyirsinizsə saxlaya bilərsiniz, bala alıb, yəni biznes üçün.
Bu qədər əziz izləyicilər, hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın.